Bu ilin ilk 4 ay ərzində Azərbaycan xarici ölkələrə ümumi dəyəri 2 milyard 535,8 milyon dollar olan 8 milyard 416,3 milyon kubmetr təbii qaz satıb. Yenavaz.com xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 301,3 dollar olub. Qeyd edək ki, Azərbaycan təbii qazı 8 ölkəyə satıb. Ən çox qaz Türkiyəyə satılıb. Bu ölkəyə 4 ay ərzində 4,22 milyard kubmetr təbii qaz ixrac olunub. Ən az qaz isə İran ixrac olunub. 19 milyon kubmetr. Onu da bildirək ki, İrana ixrac olunan qaz İrandan Naxçıvana satılan təbii qazın əvəzinə verilir. Məlumat üçün bildirək ki, bu ilin ilk 4 ayında Azərbaycan İrandan 1000 kubmetri 67,3 dollara 168 milyon kubmetr təbii qaz alıb. Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub.